Salam, xoş gördük sizləri. Mən bugünkü dərsimizdə istəyirəm sizə göstərəm təpəlik modemlərinin Wi-Fi ilə parolunu necə dəyişmək lazımdır və modemin giriş parolunu necə dəyişmək lazımdır. Şəbəkədə modemə qoşulan Wi-Fi ilə olan avadanlıqları sizə göstərəcəm. Neçə avadanlıq şəbəkədə qoşulur ümumiyyətlə Wi-Fi ilə və ümumi qoşulan avadanlıqların sayını göstərdim bu dərsdə. İlkin öncə modemə qoşulmaq lazımdır. Bunu şəbəkə kabeli vasitəsilə və yaxud Wi-Fi vasitəsilə edə bilərsiniz. Bu işarə nəyə bildirir? Avtomatik qoşulmanı bildirir ki, keçən dərsimizdə bildirmişdim. Burada onun üçün qoyulur ki, bir daha növbəti səfərdə dəfələrlə Wi-Fi-yə qoşulanda parol tələb olunmasın. Mən sadəcə bunu avtomatik qoyuram. Müvəqqəti olaraq sizə göstərmək üçün testdə lazım olacaq. Qoşuluruq. Parol tələb olunur. Parolumuzu qeyd elədik. Qoşulma prosesi gedir. Bəli, artıq qoşuldu gördüyünüz kimi. İndi isə modemə daxil olmaq lazımdır. Modemin ayarlarına, nastroykasına, IP-sini yazıq modemimizin daxil olunur. Standart kod admin. Bəli, artıq modemimizin içərisindəyik və ilkin öncə status pəncərəsi açılır. Biz status pəncərəsində görürük wireless bölməsi var. Wireless bölməsində burada görünür MAC adres, ID-lər, yəni 1, 2, 3, 3 və MAC adres. Bu wireless bölməsində MAC adres onu bildirir ki, yəni ki, bu cədvəl onu bildirir ki, modemə Wi-Fi vasitəsilə qoşulmuş avadanlıqların siyahısı, neçə avadanlıq qoşulubdur. İstəsə, yəni ki, ola bilsin ki, bir neçə dəqiqə sonra biri çıxdı, refresh edirik, təzədən yenilənir, yenidən görmək olur. Bəlkə ola bilsin ki, biri çıxanda artıq, bir əlavə qoşulanda burada siyahı artıb azala bilər. Biz ilkin öncə Wi-Fi-mıza dediyimiz kimi parolunu və adını dəyişməyək. Interface setup'a daxil olunub. Oradan wireless bölməsinə daxil olunub. Və keçən səfər bildirmişdik, SSID yerində Wi-Fi-nin adını dəyişmək mümkündür Quick Start-dan daxil olanda. Artıq modemi yenidən Quick Start-dan eləmirik. Birbaşa interface setup'a daxil olduq. SSID yerində Wi-Fi-mizin adını dəyişirik. Appreciate key yerində isə Wi-Fi-mizin parolunu dəyişə bilərik. Gəlin ilkin öncə Wi-Fi-mizin adını dəyişək. Test 1-2-3 qeyd elədim. Parolu olduğu kimi saxlayıram. Normalda buradan parolu da dəyişmir. Yəni ki, parolun təhlükəsizlik şifrələnməsini dəyişmək olar. Authentication type yerində. Sadəcə ən etibarlısı hələ ki VPN PSK2-dir. Amma müxtəlif proqramlar vasitəsilə bunu da qırmaq olur parolunu. Və encryption. Encryption'da isə bu tikib bir də IS. Bu isə onu bildirir ki, bəzi telefonlarda tikib və IS ancaq tikibi dəstəkləyir. O da şifrələnmə modudur. Bəzisində isə IS-i dəstəkləyir. Biz isə ikisini də təmin elədik ki, avtomatik olaraq qoşulsun. Sonradan içərisindən müdaxilə dəyişməklə birbaşa olsun burada. Yaddaşından qalsın. Save-i daxil edirik. Yaddaşa vermək üçün olunan nastroykaları. Təbii ki, məntiqi cəhətdən bizi avtomatik olaraq şəbəkədən çölə çıxarmalıdır. Onun üçün zaquskın gedir burada. Bəli, artıq bir şəbəkədə yoxuq. Daxil oluq. Təzə Wi-Fi-mizin adı ekrana gəldi. Test 1-2-3. Bu işarəni yenə götürmürəm. Növbəti indi eləyəcəyim sizə göstərmək istədim olacaq ki, Wi-Fi-nin adı qalacaq, parolu necə dəyişmək lazımdır. Qoşuluruq, parol təzədən yazılır. Bəli, artıq qoşuldu, gördüyünüz kimi. Daxil oldu. İndi isə Wi-Fi-nin adı qalır.
Biz parolunu dəyişək. X istiqamətdə yazdım test üçün. Yenə yaddaşa yazdı. Təbii ki, indi də bizi disconnect edəcək, şəbəkədən çölə çıxardacaq. Əvvəlkindən sadəcə fərqli olaraq ad yaddaşda qalmış olacaqdı. Parol dəyişdik çünki biz. Bəli, artıq yaddaşdan çıxardı. Bu belə olduğu halda gördünüz ki, əksər təbii ki, istifadəçilər bunu kimsə bilir, kimsə bilmir. Mən sırf bilməyənlər üçün göstərəm bunu. Soy sırasına daxil oluq şəbəkəmizin. Burada gördüyünüz kimi Cruise Bezopacity, yəni parol burada, əvvəlki parol burada yaddaşda qaldığına görə girmir. Avtomatik eləyirik, köhnə parol göründü, sildik, təzə parolu daxil edirik və OK elədik. Bəli, gördüyünüz kimi Organizm dost qoşulmağına qoşuldu, amma ki məhdudlaşdırılmış rejimdə. Amma ki hal-hazırda modemimizin içərisindəyim mən, yəni ki modemi dost verildi. İnternetə normalda bu internetə aiddir. Tərdən çıxıb tərdən qoşulmaq olar. Ona ehtiyac yoxdur. Biz əsas işimizi görək. Daha sonra biz burada mən istəyirəm sizə göstərim. Burada LAN bölməsini LAN-a daxil oluruq. Bu LAN bölməsində ilkin öncə yuxarıda modemin IP-si, yəni lokal IP-si qeyd olunubdur. Subnetidir, IP-sidir. Daha sonra bu DHCP rejimidir, Disable, Enable Relay. Məsləhətdir ki, bunu heç vaxt söndürməyəsiniz, Disable olmasın. Enable-da daimi olaraq qalsın, yoxsa şəbəkəyə qoşulmuş olan bütün avadanlıqlar IP avtomatik olaraq almayacaq. Daha sonra DHCP serverin starting IP-si gördüyünüz kimi şəbəkə neçənci IP-dən başlasın, yəni neçə IP-sindən başlasın. İlk öncə burada Android qoşulubdur, məndə telefonda. Bir də ROM kompüter. Android 2-ni götürübdür, kompüter isə 3-ü. Bunu dəyişsək, məsəl üçün 10-la versək, şəbəkədə artıq starting IP, ilk alacaq kompüter IP-ni götürəcəkdir 10-la. Daha sonra IP pool count bunu bildirir ki, aralıq, yəni 2-dən 100-ə kimi bütün avadanlıqlar IP götürə bilər. Mən məsəl üçün istəyirəm ki, bunu dəyişib burada 3 verim. Göstərim sizə. Bəli. Bəli, 3 yazdım, qeyd elədim. Burada ancaq 2 avadanlıq qoşula bilər. 3-cü avadanlıq bura qoşulmayacaq. Çünki IP-nin biri Android-ə gəlibdir, digəri isə kompüterə gəlibdir. Və 4-cü, 5-ci avadanlıq qoşulmayacaq. Bunu bu cür eləmək biraz hiləgərlik kimi çıxır. Şəbəkədə məsəl üçün mən bilirəm ki, mənim ancaq telefonum və kompüterim daimi olaraq şəbəkədə olur. Wi-Fi avtomatik olaraq qoşulur. Onun üçün hiləgərlik kimi başqa bir avadanlıq qoşulmur. Qoşular o vaxt ki, əgər mən disconnect Wi-Fi-mi söndürsəm telefonda və ya kompüterdə Wi-Fi-mi söndürsəm, bir IP boş qalacaq, kimsə istəsə qoşula bilər onda. Təbii ki, kimsə parolu bilirsə, onda qoşula bilər. Əksi təqdirdə, yəni ki, əgər iş yerindəsinizsə, bunu elə standart olaraq 100 IP təyin etmək lazım ki, hamı rahat qoşula bilsin. Neyse, qoşula bilsin. Digər tərəfdə mən onu göstərmək istəyirdim nəyi? Modemin giriş parolunu necə dəyişmək lazımdır. Onun üçün maintenance-ə daxil oluruq. Burada isə gördüyünüz kimi username admin stabil olaraq heç vaxt dəyişmir. Amma passwordu dəyişmək olur. Password admin idi. Dəyişirəm. 534 yazıram. Yaddaşa yazdıq. Bəli, qoşuldu. Admin 534. Təzən daxil oldum. Bəli, artıq modemimizin içərisində qaytardım. Admin oldu. Və
gördüyünüz kimi özü-özünə düzəldi. Bu elə çox əhəmiyyət kəsb eləmədi. Daha sonra sizə mən göstərmək istəyirəm. Bu qədər. Oldu. Diqqətinizə görə sağ olun. Sizlə gələn dərslərimizdə görüşmək dileğiyle. Hələlik.